107 yaşı tamam olan Azərbaycan Silahlı Qüvvələri bugün rəşadəti və qələbə-əzmi ilə dünyanın güclü orduları sırasında qərarlaşıb. Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi və qayğısı ilə Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrin müasirləşdirilməsi və müdafiə imkanlarının daha da artırılması istiqamətində mühüm işlər görülür. Təlimlərdə daha da peşəkarlaşan hərbi qulluqçularımız Günnüt əməliyyatında və 44 günlük vətən müharibəsində xalqımıza qürur, düşmənlərimizə qorxu yaşatdılar. Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda yaradılan ilk milli ordu qurumu Əlahəddin Ümumqoşun orduya qədər böyük inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuq siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. Qalib ölkəmizin müdafiə qüdrətinin hər keçən gün daha da artması müzəffər ordumuzu milli silah və texnikalarla təmin etməyə imkan verir. 2023-cü ilin sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğanla birgə Naxçıvan Bərpa İstehsalat Hərbi Kompleksinin açılışında iştirak etmələri ordunun müdafiə potensialının və ən müasir silah sistemləri ilə təchizatının yüksək səviyyədə olmağından xəbər verir. Eyni zamanda Əlahəddin Ümumqoşun ordunun hərbiçiləri Azərbaycan-Türkiyə birgə təlimlərində hər zaman peşəkarlıq və sarsılmaz qardaşlıq nümayiş etdirirlər. Real döyüş şəraitinə maksimum uyğunlaşdırılmış şəkildə keçirilən təlimlərdə qarşıya qoyulan bütün tapşırıqların uğurla icra edilməsi qeyd olunanlara əyani misaldır. Dünya hərb elmində 21-ci əsrin müharibəsi adını qazanan 44 günlük müharibədə çətin relyef şəraitində düşmənin 10 illiklərlə qurduğu mürəkkəb istehkamlarını darmadağın edən rəşadətli Azərbaycan ordusu əsl peşəkarlıq, yenilməz əzm nümayiş etdirdi. Müharibədə Prezident İlham Əliyevin diplomatik qətiyyəti ilə Azərbaycan ordusunun müasir silah sistemlərini tətbiq edərək hərtərəfli düşünülmüş fəaliyyətlərlə yerinə yetirdiyi döyüş tapşırıqları nəticəsində düşmən üzərində inamlı qələbə qazanıldı. 2018-ci ildə uğurlu Günnüt əməliyyatı ilə düşməni çaşbaş salan Əlahəddin Ümumqoşun ordunun şəxsi heyəti 2020-ci ildə 44 günlük vətən müharibəsi zamanı düşmənin darmadağın edilməsi tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirib. Bu gün də müasir silah sistemlərinə və peşəkar şəxsi heyətə malik Əlahəddin Ümumqoşun ordu vətənimizin müdafiəsində ayıq-sayıq dayanır. Əlahəddin Ümumqoşun ordunun xüsusi təyinatlı bölmələri ilə bərabər tank əleyhinə bölmələrindən döyüşlərə cəlb edilən heyət də düşmənin canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsi tapşırıqlarını peşəkarlıqla yerinə yetirdi. Müzəffər Ali Başkomandanın etimadını doğruldan Əlahəddin Ümumqoşun ordunun mərd əsgərləri Şərur rayonunun Günnüt kəndini və Muxtar Respublikanın 11 min hektardan artıq ərazisini düşməndən azad edərək Qızılqayada qaldırdığı Azərbaycan bayrağını vətən müharibəsində əzəmətli Şuşa qalasında da qürurla dalğalandırdı. Bizi bu zəfərə aparan tarixin keçmişinə nəzər salsaq, artıq görərik ki, tək 44 günlük vətən müharibəsinə qədər bizim qazandığımız uğurların bu uğurda, bu yolda rolu çox böyükdür. İlk növbədə nəzər salmaq istəyərdik ki, 2016-cı ildə aprel döyüşləri. Aprel döyüşləri artıq bizi zəfərə aparan yolun başlanğıcı oldu. Bununla bərabər də eyni zamanda 2018-ci ildə Naxçıvanda yerləşən Günnüt kəndinin işğaldan azad olunması da bu zəfərə aparan yolun ən uğurlu addımlarından biri oldu. 44 gün ərzində döyüşə hazır vəziyyətdə olan Naxçıvandakı bütün hərbi birləşmələr kimi Əlahəddin Ümumqoşun ordunun hava hücumundan müdafiə bölmələri Muxtar Respublikanın hava sərhədlərini qorumaqla yanaşı döyüş əməliyyatlarının aparıldığı ərazilərdə hava hədəflərinin aşkar edilməsi tapşırıqlarını da xüsusi peşəkarlıqla yerinə yetiriblər. 44 günlük vətən müharibəsi zamanı Naxçıvanda dislokasiya olunmuş hava hücumundan müdafiə bölmələri qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla və dəqiqliklə yerinə yetirmişdir və nəticə etibarilə düşmənin hava hücum vasitələri, təyyarə, vertolyot və eləcə də pilotsuz uçuş aparatları, reaktiv artilleriya vasitələrinin havada məhv edilməsi
tapşırığının yerinə yetirilməsində Naxçıvan Əlahiddə Ümumi Qoşun Ordusunun hava hücumundan müdafiə bölmələrinin töhfələri böyük olmuşdur. Bu gün də regional təhlükəsizliyin təməl sütunlarından biri olan Azərbaycan ordusunda şəxsi heyətin sayıqlığının və peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılır. Azərbaycan xalqı və dövləti vətən uğrunda şəhid olan qəhrəman övladlarının işıqlı xatirəsini daim əziz tutur, onları xüsusi ehtiramla yad edir, qazilərin əməyini yüksək qiymətləndirir və onlarla qürur duyur. Güclü potensiala və yenilməz döyüş təcrübəsinə malik Azərbaycan Silahlı Qüvvələrinin vətən müharibəsi və antiterror tədbirləri ilə yazdığı şanlı tarix Azərbaycanımızın inkişafı üçün möhkəm bir növrə olmaqla yanaşı, həm də regionumuz üçün sülhü və təhlükəsizliyi təmin edən önəmli amil rolunu oynadı. Bir sözlə, 2016-cı ildən aprel döyüşləri ilə başlayan böyük qayıdış 2018-ci ildə Günnütə, 2020-ci ildə Qarabağ və Zəngəzura yol açdı. Nəriman Nəcəfov, Nifti İbrahimov, Samuray Səfərov, NTV Xəbər.